İş orasındadır ki, bəzi sürücüləri təkcə qadın yox, qaydalarla, çox qaydalarla sürən başqa sürücülərdə qıcıq yaradır onlarda ki, mən 5 sürürəm, bu niyə mənə mane olur, yolumdadır, 60-lıq yoldur, orta zolağa çəkilsin, mən 90-dan keçəcəm və qadınlara qarşı xüsusi, çünki qadınlar adətən daha, sən statistikanı bilirsən, ümumiyyətlə qadınlar daha az qəzaya düşürlər. Düz orada faiz nisbəsi var ki, qadınlar daha azdır, amma get-gedə o qadınların sayı artır. Amma ağır qəzaya qadınlar az düşür. Biz nə deyəcəyik onu? Çünki onlar evə çatmaq arzusu bunların qanındadır ki, kişilərdən çoxdur. Kişilərdə bir balaca elə bir risk, maşın sürməyə bir oyun kimi baxmaq, elə bir ki, idman yarışı kimi baxmaq, evə çatmaq arzusu, evə sağ-salamat çatmaq arzusu bunun qanındadır. Həmişədən olub. Ona görə onlar qayda ilə sürürlər. Bax, qayda ilə sürən sürücülər təkcə qadınlar yox. Ümumiyyətlə qayda ilə sürən sürücülər qaydasız sürən sürücüləri həmişə qıcıqlandırıb. Çox qəribədir. Hətta o təlim maşını 60 yolda 60-dan gedəndə, xüsusilə yandan keçəndə qadın görəndə əl-qol atmaq, yer tapmışsınız öyrənmək. Bu da buna öyrəşmişəm, heç reaksiya da vermirəm. Nətər deyim belə.